Bu günləri bir çox abituriyentinin çətinlik çəkdiyi bəzi suallara baxacağıq. İlk öncə dörtkünc sözünə, fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri. Testi işləməmişdən əvvəl qeyd edin ki, orada sizin səhvi istəyir yoxsa doğruna. Daha sonra sözün tələffüz formasını qeyd edirik. Yazılır. Dörd. Bildiyimiz kimi sözün sonu bıdıcıcı samitləri ilə bitərsə, tək formada və özündən sonra samitlə başlanan şəkilçi və ya söz gələrsə, özünün kar qarşılığına çevrilir. D-dan sonra kar samit gəldiyi üçün özünün kar qarşılığına edəcək. D olacaq T. C olacaq D tək formada olduğu üçün C-yə çevriləcək. 4. Künc. Daha sonra testimizi işləməyə başlaya bilərik. Zincirli kar samit cütlüyü işlənmişdir. Kar zincirli samit cütlüyü bildiyimiz kimi BP, VP, DT bunlar kar zincirli samit cütlüyü adlanır. Burada da D və T var. Deməli bu doğru fikirdir. Bizdən səhv istəyir, ona görə ötürməyəcəyik. 3 zincirtili, yenə tələffüzə baxacaq. D zincirtili, R zincirtili, bir də N zincirtili, 3 zincirtili, düz deyir. 3 kar samiti var. T kar, Ç kar, Ç kar. Bu da doğru fikirdir. Getdi. Bir qapalı, Ü düz deyir. Bir açıq sayt var, Ö düz deyir. Bu da getdi. Zincirli samit ilə başlayıb kar samit ilə bitir. Bəli, D ilə başlayıb Ç ilə bitir. Zincirli ilə başlayıb kar ilə bitir. Bu da deyil. C samiti Ç kar samitinin zincirli qarşıladır. Fikir doğru fikirdir. C samiti Ç'nin kar samitinin zincirli qarşıladır. Amma biz bura baxarıq. Burada görün C var, yox, xeyr. C Ç'yə çevrilib. Ona görə yanlış fikirdir. Doğru cavabımız E bəndi. Növbəti sualımıza baxaraq. Qəhərlənmək sözünün fonetik xüsusiyyətləri ilə bağlı düzgün fikirləri müəyyən edin. Bizdən düzgünləri istəyir. İlk əvvəl sözün tələffüzü formasını yazaq. Qəhər. Bildiyiniz ki, L samiti ilə başlayan keçişlərdə özündən əvvəlki samitin təsiri ilə dəyişir. L çevriləcək olacaq R-ya. Qəhərlən. N isə N samitindən sonra B, M, P samitləri gələrsə, N, M-yə çevrilir. Rəm. M-ə. Ki samiti sözün sonunda tək formada işlənərsə, xışdırıq samitinə keçirdi. Qəhərlənmək. Bu da bizim tələffüz formamızı. Daha sonra testin izahına baxa bilərik. Yazılışı deyişi fərqlənir. Düz deyir, doğru fikirdir. Bizə düzgün fikirlər istəyirdi. Biri götürəcəyik. Bütün sahitlər incə açıq, dodaqlanandır. İncədir, açıqdır, amma dodaqlanandır yazıb, xeyr, dodaqlanan deyil. Bu yanlış fikirdir. Samitlərdən 5-i zincirtili, ikisi kardır. 5-i zincirtili, baxaq. Q zincirtili, R zincirtili, R zincirtili, M zincirtili. 1, 2, 3, 4, 5 dənə zincirtili, 2 isə 2 dənə kar. 5 zincirtili, ikisi kardır. Bu da doğru fikir götürəcək. Kar samitlərin zincirtili qarşılığı vardır. Kar samit, H samitinin zincirtili qarşılığı yoxdur. Bu səhv fikirdir. 4 hecalıdır. Bildiyimiz kimi sözdən 2 dənə sahit səs varsa, o qədər də heca var. Heca, ahəng qanunu vurğu. Bu yazılışa baxırdıq. Baxaq. 1, 2, 3, 4 dənə sahit səs var. Deməli, 4 hecalıdır. Vurğu sonuncu hecanın üzərindədir. Bildiyimiz kimi bütün feillər milli mənşəli sözlərdir. Milli mənşəli sözlərdə isə vurğu sonuncu hecanın üzərinə düşür. Deməli, 1, 2, 3, 4-cü heca. Vurğu sonuncu hecada 4-cü. Düz deyir. Bu isə düz fikirdir. Doğru variantımız 1, 3, 5 deyəbəndi. Gəlin növbəti sualımızın izahına baxaq. Verimli fikirlər hansı sözün fonetik xüsusiyyətlərini əks etdirir? İlk əvvəl sözlərin hər birinin tələffüz formasını qeyd edirik. Dərdləşmək sözündə D-dan sonra samit gəldiyi üçün D T-yə çevriləcək, L D-yə çevriləcək, Ç da xışdırıqa çevriləcək. 3 fərqli məqam burada var. D T-yə, L D-yə, Ç da xışdırıqda çevriləcək. Xışdırıq. Cinayətkarcasına A uzun tələffüz ediləcək, digərləri isə olduğu kimi qalacaq. Çempionat İ o-an arasına bir Y samiti əlavə edilir. Heyrətlənmək sözündə isə L D-yə çevriləcək. Baxaq. N M-nin təsiri ilə M-yə çevriləcək. Ç da xışdırıq səsini ifadə edəcək. Dalamaq tələffüzü Q X-yə çevriləcək. Dalamaq olacaq.
Gəlin sualımıza bir daha baxaq. Yazılışı ilə təfsir arasında 3 fərqli məqam var. Burada yoxdur, burada yoxdur, burada yoxdur. Bu ikisində 3 fərqli məqam var, burada da var. Sözdə ahəng qanuna tabedir, dərdləşmək və heyrətlənmək. Hər ikisi tabedir. Sözdə qarşılığı olmayan 2 samit səs vardır, qarşılığı olmayan 2 samit səslər var. Dərdləşmək. M və R samitləri 2 dənədir. Bura baxaq. Heyrətlənmək. H, M və M. Burada isə 3 dənədir. Deməli, B də 7. Cavab oldu A bəndə. Növbəti sualımızın izahına baxaq. Quraqlıq illəri birləşməsidir ki, birinci tərəfin fonetik xüsusiyyətləri ilə bağlı düzgün fikirləri müəyyən edin. Quraqlıq. Bildiyimiz kimi, quraqlıq. Q samitindən sonra samit gələrsə, Q X-ya çevriləcək. Q-dan sonra sait gələrsə, Q Z-ya çevriləcək. 2 fərqli məqam, tələffüzdə 2 fərqli məqam baş verir. Quraqlıq illəri. 3 müxtəlif səs eyni hərflə ifadə olunmuşdur. Eyni hərflə. Q1, 2, 3 dənə müxtəlif səs bir hərflə ifadə olunur. Bu doğru fikirdir. Bizdən də düzgün istəyir götürəcək. Q samitinin 2 qarşılığı var, yəni K samiti var. Xeyr, burada K samiti yoxdur, səhvdir. 3-cü. Qarşılığı olan samit cütlüyü vardır. X var, doğru fikirdir. Cincitli samitlə başlayıb kar samitlə bitir. Cincitli ilə başlayır, amma cincitli ilə bitir. Səhv fikirdir. Deyir, 2 açıq, 1 qapalı sahit vardır. 2 açıq. Açıq sahitlər A, quraqlıq. Bir A açıq sahiti var. Bu da yanlış deyil. Cavabımız 1 və 3. Hər birinizə diqqətinizə görə təşəkkürlər. Videonu bəyənməyi və səhifəmizə abunə olmağı unutmayın. Hələlik.